Sizi gətirmişəm Şah İsmayıl Xətainin məzarına. Hansı ki, burada Şah İsmayıl Xətainin məzarı var. 2 metr aşağıda məzarı yerləşir. Bu gördüyünüz büst isə qızıldan, gümüşdən və fil dişindən istifadə olunaraq düzəlibdir. Əlavə olaraq da Şah İsmayıl Xətainin nənəsi Marta var. Marta nənə. Marta nənənin də məzarı buradadır. Şeyx Səfinin nəslindən olan Şah İsmayıl Xətai, hansı ki Şeyx Səfinin də burada məzarı var. 2 metr altda yerləşir. Divarda gördüyünüz bu kağızlar var ha, divar kağızları tam olaraq 700 illikdir uşaqlar. Və bura Allah türbəsi deyirlər. Çox gözəl bir yerdir və tarixi bir yerdir. Əlavə olaraq da salon bu cürünə görsənir. Tam məlumatları toparlaya bilməmişəm, amma bildiyim qədərilə sizə deyirəm. Gənclər, bura isə çilixana deyirlər. Hansı ki Şah Abbasa, səhv etmirəmsə, Çin padişahı bu cürünə bir çililər veribdi və onları da divarlara düzürmüş.